Tofiq bəyin vəziyyəti elədir ki, indi biz hamımız, mən elə bizim hörmətli izləyicilərimizə də müraciət edirəm, cəbhəçilərə müraciət edirəm, Tofiq bəyə canı yanan hər kəsə müraciət edirəm. Biz hamımız təkrar-təkrar düşünməliyik, daha nə eləyə bilərik biz? Əlbəttə ki, Tofiq bəyin də xəbəri var və yeri gəlmişəm, minnətdarlıq bildirib, bütün ölkə boyu sosial şəbəkələrdə ona dəstək olan 10 minlərlə insana, Tofiq bəy üçün belə deyək, şərti olaraq tək adamlıq piket deyəcəyimiz aksiyalar keçirilib. Yüzlərlə, minlərlə insan Tofiq bəyin plakatını qaldırıb, videolar çəkib, şəkillər paylaşıb, bunların hamısı olub. Biz Tofiq bəyə azadlıq və bütün digər siyasi məhbuslara azadlıq tələbi ilə miting təyin etmişik bu şərtlər altında. Bu şərtlər altında bilirsiniz, heç ölkədə miting təşəbbüsü etməyin özü də bir məsuliyyətdir. Çünki bu şərtlər altında kütləvi miting edə bilmək özü də bir qeyri-adi dərəcədə bir başarı olardı. Amma biz bu riski də gözə aldıq, miting təyin etdik. Amma hökumət ondan da qaçdı, razılaşmadı mitingin keçirilməsinə. İndi hal-hazırda artıq bir neçə gündür ki, Xalq Cəbhəsinin 5 nəfər fəalı və Musavat Partiyasının, ADR-in də hərəsinin 1 nəfər fəalı Musavat Partiyasının qərargahında azlıq aksiyası başladıblar. Əslində Tofiq Yaqublu başda olmaqla siyasi məhbuslar azad edilsin tələbi ilə, konkret olaraq Tofiq Yaqublu ilə həmrəylik məqsədi ilə aclıq aksiyasına qoşulmaq istəyən insanların sayı çoxdur. Təkcə Xalq Cəbhəsinin fəalları arasında hal-hazırda mən bilirəm ki, onlarla insan var ki, bu aclıq aksiyasına qoşulmaq istəyir. Amma bizim fiziki imkanımız yoxdur. Deməli, Musavat Partiyasının aclıq üçün ayırdığı otaqda hal-hazırda bu 7 nəfər adam güclə yerləşir. Ona görə də deməli, onlar əgər bu proses uzansa, Tofiq bəyi azad eləməsələr, deməli, o halda demək ki, onların əvəz edilməsindən söhbət gedə bilər, indi aclıq eləyənlərin. Amma Tofiq bəyin azad edilməsini ləngitmək risklidir. Yəni, Tofiq bəyi həqiqətən öldürmək istəmirlərsə, indi onu eləmək lazımdır. Yeri gəlmişəm, bir məsələdə toxunmaq istəyirəm. Tofiq bəyin apellyasiya məhkəməsini may ayının 6-sına təyin eləmək, ona işgəncə vermək deməkdir. Bax, bilə-bilə ki, Tofiq bəyin həyatı belə deyə, hər gün qırıla bilər. Biz onu itirə bilərik. Bunu dərk eləyə hökumət 2 həftə öncədən Tofiq bəyin apellyasiya məhkəməsini təyin eləyib may ayının 6-sına. Yəni, öncədən bilir ki, may ayının 6-sında Tofiq Yaqublu aclıq aksiyasının 36-cı günündə olacaq. Yəni, 2020-ci ildə nə zaman ki, dərk elədilər ki, onun həyatına təhlükə var və onu azad elədilər, həmin müddətdən 2 dəfə artıq aclıq eləmiş olacaq. Əgər o vaxta qədər inşallah bir şey olmasa Tofiq Yaqubluya. Bu qədər qəddarlıqdan söhbət gedir. Ona görə də, yəni biz hamımız düşünməliyik, daha nə eləyə bilərik? Bax, mən ona görə indiyə qədərki praktikada olmayan, heç zaman eləmədiyim bir şey elədim, bəli, Qənimət bəy. Mən publik olaraq Azərbaycandakı demokratik ölkələrin səfirliklərinə müraciət elədim. Mövqe bildirim və tədbirlər görün, təşəbbüslər göstərin ki, Tofiq Yaqublu xilas edilməlidir. Bəli, bizim hər zaman əlaqələrimiz olur. Demokratik ölkələrin səfirləri ilə görüşürəm mən. Çox vaxt bu barədə ictimaiyyətə də məlumat verilir. Elə Tofiq bəyin aclıq etdiyi bu günlərin ərzində mənim qərb ölkələrinin 4 səfiri ilə görüşüm olub və biz əlbəttə ki, diplomatik görüşlər haqqında hər şey danışmırıq. Bu bir diplomatik qaydadır, etiketdir. Amma mən deyə bilərəm ki, bəli, mən Azərbaycanda fəaliyyət göstərən 4 ölkənin səfiri ilə Tofiq Yaqublunun həyatını müzakirə etmişəm. Amma yetmir, kifayət etmir. Mən bilirəm ki, bəzi işlər də görülür. Mən bilirəm ki, Tofiq Yaqubluya belə deyə, ən azı onun müalicə müəssisəsinə köçürülməsi, 3-4 gündən bir heç olmasa Adil Qeybullanın onun etibar elədiyi həkimin yanına buraxılması, heç olmasa hər gün onun demək vəziyyətinin müəyyən edilməsi, çəkisinin, təzyiqinin, başqa parametrlərin ölçülməsi, bu minimal diqqət ki var, o minimal diqqətin olmağı da inanın ki, Azərbaycan xalqının ciddi baskısı və beynəlxalq aləmin diqqəti olmasaydı, bəlkə o da olmalı. Yəni, demək istəyirəm ki, bizim çabalarımız var və dünya birliyindən də müəyyən çabalar var, amma açıq bəyan edirəm. Ona görə də yazı yazmışdım. Yetərli deyil. Beynəlxalq aləm də məsuliyyət daşıyır. Hamımız məsuliyyət daşıyır. Mən yazılarımın birində demişdim, indi onu təkrar edirəm. Tofiq Yaqublu ya azadlıq, ya ölüm aksiyası ilə təkcə Azərbaycan hakimiyyətini sınağa çəkmir.
Azərbaycan xalqını, bizim hamımızın dostlarını, onu sevənləri, beynəlxalq təşkilatları hamını sınağa çəkir. Bizim hamımızın borcumuz mümkün olanı olmayanı etməkdir. Gecə-gündüz çalışmaqdır. Bütün təşəbbüslərə baş vurmaqdır ki, Tofiq Yaqublu xilas edilməlidir. Ona görə də bəli, mən heç zaman etmədiyim, beynəlxalq praktikaya uyğun görmədiyim bu təşəbbüsü də eləyirəm. Bir daha çağırış eləyirəm. Yəni açıq bəyan eləyirəm. Demokratik ölkələrin, Avropa ölkələrinin, ABŞ-ın Tofiq Yaqublunun xilafı üçün bu günə qədər etdikləri qənaətbəxş deyil. Tofiq Yaqublu xilas edilməlidir. Tofiq Yaqublunun xilas edilməsi üçün biz dünyanın demokratik mərkəzlərindən daha intensiv addımlar gözləyirik. Bu bizim haqqımızdır. Tofiq Yaqublu bu ölkənin ən sayılıb seçilən demokratlarından biridir. Ümumbəşəri dəyərlərlə yaşayan bir insandır. O dəyərlərə gəncliyindən inanmış bir insandır. Heç zaman demokratik dəyərlərin pozulmasına susmayan bir insandır. Ona görə də özünü demokratik sayan, hüquqi dövlət sayan bütün ölkələr ümumbəşəri dəyərlərə, beynəlxalq konvensiyalara dəyər verdiyini bəyan edən bütün dövlətlər və qurumlar Tofiq Yaqublunun ölməməsi üçün səsini ucaltmalıdır. Bugün səsini ucaltmalıdır. İndi tədbir görməlidir. İndi təşəbbüslər göstərməlidir. Tofiq Yaqublunun ehtimal olunan ölümü Azərbaycanı geri dönməz bir böhrana sala bilər və ondan sonra həmin o demokratik dövlətlərin özünə də böyük zərbə dəymiş ola bilər. Ən az Azərbaycan xalqının nəzərində. Ona görə də mən bu müraciəti də eləyirəm. Bizim gözləntimiz var. Biz istəyirik. Mən bunu 10 minlərlə tərəfdarımızın, bəlkə də 100 minlərin, milyonların adından ifadə edirəm. Tofiq Yaqublunun xilası üçün bu günə qədər edilənlər yetmir. Əlavə tədbirlərə ehtiyac var və Tofiq Yaqublu ölməməlidir. Tofiq Yaqublu xilas olmalıdır. Tofiq Yaqublu azad edilməlidir. Azərbaycan hakimiyyəti də bunun məsuliyyətini başa düşməlidir. Hamımızın məsuliyyəti olacaq Tofiq Yaqublunu xilas edə bilməsək. Amma bu ölüm olacaqsa onun birbaşa məsuliyyəti İlham Əliyev başda olmaqla bu hökumətin üzərində qalacaq.